Azərbaycan Dövlət Aqrar Universitetində biotexnologiya üzrə bitkilərin adaptasiya otağının rəsmi açılışı olub. Tədbirdə yeni otağın fəaliyyət istiqamətləri, texniki imkanları və burada həyata keçiriləcək elmi-praktik işlər barədə məlumat verilib. Bildirilib ki, mərkəz laboratoriyada yetişdirilən bitki materiallarının xarici mühitə uyğunlaşdırılması, davamlılığının artırılması, həmçinin seleksiya və genetik tədqiqatların praktik tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. ADAU'nun rektoru Zəfər Qurbanov çıxışında aqrar sahədə innovativ texnologiyaların tətbiqinin prioritet olduğunu vurğulayıb. O qeyd edib ki, yeni adaptasiya otağı elmi tədqiqat mühitinin gücləndirilməsinə və tələbələrin praktiki biliklərinin artırılmasına töhfə verəcək. Tədbirdə iştirak edən Aqrar Tədarük və Təchizat ASC-nin idarə heyətinin sədri Elgün Məhəmmədalizadə aqrar sektorda innovativ layihələrin əhəmiyyətindən danışıb. ADAU'nun Biotexnologiya Mərkəzinin direktoru Ramin Məmmədov isə bildirib ki, yaradılan infrastruktur həm yerli, həm də beynəlxalq elmi əməkdaşlıqlar üçün yeni imkanlar açacaq. Mərasim çərçivəsində AFAQ layihəsinə həsr olunan videoçarx nümayiş etdirilib, daha sonra qonaqlar adaptasiya otağında yaradılmış müasir iş şəraiti, texnoloji avadanlıqlar və iqlimə nəzarət sistemləri ilə tanış olublar.